Hörmətli webinar iştirakçıları, bugün sizə ginekoloji xəstəliklərin müalicəsinə inteqrativ yanaşma mövzusunda bir mühazirə oxuyacağam. Mən bir tibb elmləri doktoru kimi nəyə görə ginekologiyada bu inteqrativ yanaşmaya üst tutdum? Əlbəttə, biz tibb universitetində təhsil alarkən və tibb universitetində pedaqoji fəaliyyətlə məşğul olarkən, bu ənənəvi təbabət, tradision təbabətə çox üstünlük vermişik və əlbəttə müəyyən bir xəstəliklərin diaqnostikasında ənənəvi təbabət üsulların bilinməsi, sadə diaqnostika üsulların bilinməsi, laborator analizlərin öyrənilməsi olduqca önəmlidir. O istər bioloji təbabətdə, istər ənənəvi təbabətdə eyni xətt gedir, eyni yol gedir. Amma yeni bir istiqamətin öz müalicə taktikama daxil edilməsi heç də mənim işimə mane olmadı. Əksinə, mənim işimdə daha çox müvəffəqiyyət qazanmağıma səbəb oldu. O cümlədən tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün dissertasiya mövzusunu işləyərkən də mən deməli, ənənəvi təbabət üsulları ilə yanaşı, həmçinin də yeni bu alternativ təbabət üsullarını, bioloji təbabət üsullarını da tətbiq etməklə bir dissertasiya işini ərsəyə gətirə bildim. İnsan orqanizmi stabil, dinamik, homeostatik balansda olan bütöv bir sistemdir. O sinir sistemi, endokrin sistem və ümumi immun sistemin birgə mükəmməl fəaliyyəti nəticəsində idarə olunan bir biosistemdir. Və inteqrativ təbabət sağlamlığı və optimal müalicəni təmin etmək naminə tibbin bütün təsdiq olunmuş müalicə üsullarını özündə birləşdirən bir təbabətdir. O istər akademik tibb, farmakoterapiya, cərrahiyyə, təcili yardım və təxirə salınmaz yardımla bir yerdə inteqrativ təbabətin müalicə üsullarını da özündə birləşdirir və bura biotənzimləyici terapiya, ortomolekulyar terapiya, nevral, refleksiya terapiya, fizioloji tənzimləyici terapiya, sanum terapiya, mikrobioloji terapiya və s. aid edilir. İnteqrativ təbabət fərqli iş görür, fərqli düşünür. İnteqrativ təbabət insan orqanizmə bütöv bir proseslərin deməli, bir-biri ilə əlaqəli olan proseslərin birgə işi şəklində, yəni insan orqanizmi ilə bir sistem kimi baxır. İnteqrativ təbabət diaqnozu və simptomları deyil, insanı bütövlükdə müalicə edir. Son illər fikir verirsiniz, bütövcül tibb anlayışı daha çox ortaya çıxır. Səhiyyə xərclərinin son illərdə artma səbəbləri nədən ibarətdir? Birincisi, biz orqanizmə ayrı-ayrı simptomların deməli, müalicə etmək, orqanizmdə ayrı-ayrı simptomları müalicə etməklə deməli, daha çox məşğul olmağa yönəlmişik. Son illər reduksionist təbabət daha çox, bu təbabətə daha çox üstünlük verilir. Belə ki, reduksionist təbabət sanki bir simptomu, bir əlaməti müalicə edir, amma bioloji təbabətdə təqdim olunan müalicə üsulları tam fərqlidir. Orada bir preparatla bir neçə əlaməti ortadan götürmək, hətta xəstəliyi müalicə etmək mümkündür. Xroniki xəstəliklər son illər artıb, xüsusilə qeyri-infeksiyon xəstəliklər, məsələn, xroniki piyələnmə, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, neoplastik xəstəliklər, bu da səhiyyə xərclərinin artmasına səbəb olur. Əhalinin qocalması, daha çox qocalmağa meyilli əhali artır və qidalarımızda çox trans yağlara, rəngləyicilərə, qidalandırıcılara daha çox üstünlük veririk. Fast food qidalarından çox istifadə edib. Bu da insanın bədən kütləsinin artmasına, karbohidrat və zulalın hədsiz çox istifadə olunması bədən kütləsinin artmasına, bu da yenə səhiyyə xərclərinin artmasına səbəb olur və bu baxımdan da təbabətdə yeni bir istiqamətin inkişafına zəmin yaranır. Məlumdur ki, orqanizmdə gizli iltihab bütün xəstəliklərə yol açır. Metabolik xəstəliklərə, piyələnməyə, immun qocalmaya, steatoza, psixososial stressə, neyropsixoloji xəstəliklərə,
xroniki infeksiyalara, deməli, funksional pozulmalara, neyrodegenerativ xəstəliklərə yol açır. Yenə bu gizli iltihabın, xroniki iltihabın da müalicəsində bizə bioloji təbabət çox kömək edir. Son illər insan orqanizminə ekzogen və endogen stressorlar, yəni homotoksin deyirdik biz əvvəllər buna, daha da güclənmişdir. Belə ki, ekzogen stressorlara çirkləndiricilər, qaz formasında olan deməli, çirkləndirici, məsələn, karbon qazı, karbohidrogenlər, azot qazı, bərk hissəciklər, toz, tüstü, aerozollar, metallar, bunun üzərində dayanacam, qurğuşun, arsen, kadmium, civə, kənd təsərrüfatında istifadə olunan əvvəllər DTT deyirlər. Bir ara yadınızdadırsa Sumqayıtda bir Lindan deyirlər, Linden deyirlər. Belə bir zavod işləməyə başlayacaqdı, amma onun istehsalı dayandırıldı. Çünki o kənd təsərrüfatında istifadə olunan çox zərərli bir birləşmənin istehsalı ilə məşğul olmalıydı. Plastifikatorlar, ftalatlar, bisfenol A. Bisfenol A-nın çox maraqlı bir xüsusiyyəti var. O estrogenə bənzər təsirə malikdir. O plastik taralarda, isidilmiş plastik taralardan içməli suya sızır və bu da aybaşı siklinin pozulmasına, sonra sonsuzluğa, süd vəzinin və prostat xərçənginin yaranmasına və s. səbəb ola bilər. Qida əlavələri, mikroblar, dərman preparatları, səsküy, bütün bunlar hamısı ekzogen stressorlara aiddir. Endogen stressorlar bədəndə baş verən fizioloji proseslər nəticəsində əmələ gələn artıq birləşmələr, bilirubindir, amoniakdır, sit turşusudur, ixrac olunan maddələr, məsələn, qaz şəklində karbon qazı, hidrogen, oksigen, hormonlar, adrenalin, kortizol, mikrobların parçalanma məhsulları, o cümlədən diş plombları, diş implantları da bu endogen stressorlara aid edir. Bu maddələr insan orqanizmində xroniki iltihabın, gizli iltihabın yaranmasına səbəb olur. Bayaq mən dedim, ağır metallar haqqında bir qədər danışacağım. Ümumiyyətlə, ağır metallar, civə, kadmium, plümbium, bunlar xarici mühitdən, torpaqdan, qəbul etdiyimiz qidalardan, istifadə etdiyimiz məişət əşyalarından, diş plomblarından orqanizmə sıza bilir və o cümlədən qəbul etdiyimiz qida məhsulları, məsələn, dəniz məhsullarından orqanizmə sıza bilir və onlar toplandıqda, çox miqdarda toplandıqda ciddi bir problemlərin yaranmasına, o cümlədən reproduktiv funksiyanın pozulmasına gətirib çıxara bilir. Civə əlbəttə təmiz formada bizim orqanizmimizə daxil olmur. Məsələn, termometr sındırılmaqdan başqa da. Yəni o halda gözlə görünən qədər orqanizmə daxil ola bilər. Amma orqanizmdə onun gizli mənbələri var. Bu mənbələrə dəniz məhsulları, xüsusilə böyük yırtıcı balıqlar, ton balığı, akula, qılıc balığı, okean suyundan metil civə birləşməsi şəklində orqanizmə toplanır. O cümlədən amalqama plombları, köhnə gümüş diş plomblarının 50% civədən ibarətdir. Biz isti qida qəbul etdikdə o buxarlanır və orqanizmimizə daxil olaraq zərərli təsir göstərir. Ətraf mühitin çirklənməsi, o cümlədən elektrik su stansiyaları, bəzi sənaye sahələrinin tullantılarının tərkibində də civə orqanizmimizə daxil ola bilər. Qadın orqanizmindən necə təsir göstərə bilər? Onun maraqlı bir xüsusiyyəti var. Civə metalloestrogenlər kateqoriyasına aiddir. O, estrogen reseptorları ilə birləşərək sanki estrogenlərin işini təqlid edir. Hormonal bir xaos yaradır. O, estrogen və progesteron arasında incə balansı pozur. Bu isə tez-tez estrogen üstünlüyü vəziyyətinə gətirib çıxarır ki, bu da ağrılı menstruasiyalar, kistaların yaranmasına, əhval-ruhiyyədə dəyişikliyə gətirib çıxara bilər. O cümlədən o, qalxana bənzər vəzin funksiyasına da ciddi zərbə vurur. Belə ki, civə qalxana bənzər vəzin toxumalarında toplanmaq xüsusiyyətinə malikdir. O, qeyri-aktiv tiroksin hormonuna aktiv triotironə çevrilməsini bloklayır. Bu da qan analizlərinin normal göstərməsinə baxmayaraq hipotireozun əlamətlərini, məsələn, süslük, saç tökülmə, çəki artımına səbəb ola bilər. Biz nə edirik ki, bu civədən yaxa qutara bilək? Qısa ömürlü balıqlar seçirik və məsələn, sardina,
balığı, vəhşi lasos kimi balıqları seçirik və o balıqlarda civə olsa da onlar minimum səviyyədə olur. Detoks sistemimizi dəstəkləyirik. Məsəl üçün drenaj sisteminə aid olan preparatlar, drenaj detoksikasiya məhsullarından, deməli, preparatlardan istifadə edərək qaraciyər öd yollarını təmizləyirik. Lifli qidalara və təmiz suya üstünlük veririk. Mineral səviyyəsi mütləq yoxlanılmalıdır. Selen, sink səviyyəsi yoxlanılmalı. Çünki selen, sink bu ağır metalların antioksidantı hesab olunur. Daha doğrusu antagonisti hesab olunur və bunlar antioksidant təsirə malikdir. Plomlarla çox ehtiyatlı olmaq lazımdır. Köhnə amalqama plomları varsa onları öz başına çıxarmaq olmaz. O, stomatoloq tərəfindən xüsusi qoruyucu protokoldan istifadə edilərək xaric edilməlidir. İkinci ağır metal kadmiyumdur. O da qadın orqanizminə ciddi təsir göstərir. Kadmiyum ən təhlükəli endokrin pozucu hesab olunur. Səssiz ağır metal hesab olunur. Civə daha çox balıqla əlaqələndirilirsə, kadmiyum torpaq, su və hətta məişət əşyaları vasitəsilə orqanizmimizə daxil ola bilər. Deməli, kadmiyumu hardan qəbul edirik? Əsas problem onun uzun müddət yarım parçalanma müddətidir. Belə ki, 10-20 ilə qədər orqanizmdə qala bilər, kumulyasiya olunur. Siqaret çəkmək ən aqressiv mənbə hesab olunur. Tütün torpaqdan kadmiyumu aktiv şəkildə sorur. Hər siqaret metalın birbaşa ağciyərlərə və qana daxil olması deməkdir. Qida məhsulları, məsələn, çirklənmiş torpaqlarda yetişdirilən yarpaqlı tərəvəzlər, məsələn, taxıldır, göbələkdir, bunlar gübrələrin tərkibində orqanizmə daxil olur. Məişət, ucuz bijuteriyalar, keyfiyyətsiz qab-qacaq, burada olan parlaq elementlər, köhnə nikel, kadmiyum batareyaları bunlarda deməli kadmiyum orqanizmə daxil ola bilər. O da metalla estrogen hesab olunur və estrogenləri təqlid etmək xüsusiyyətinə malikdir. Orqanizm kadmiyumu estrogen kimi qəbul edir. Bu isə lazım olmayan yerlərdə hüceyrə bölünməsi proseslərini işə salır. Tədqiqatlar kadmiyum artıq miqdarda estrogenlə bağlı vəziyyətlərin endometrioz, şaxlan miyoması, süd vəzlərində yeni törəmələrin artma riski ilə əlaqələndirir. Sümüklərdə osteoporoz riskini artırır. Onsuz da qadınlar genetik cəhətdən osteoporoza daha çox meyilli qrup hesab olunurlar. Belə ki, kadmiyumla yüklənmiş qadınlarda osteoporoz riski qat-qat artır. Belə ki, o kalsium mənimsəlməsini bloklayır və böyrəklərdə D vitamini metabolizmi pozur. Hətta normal qidalanma zamanı belə sümüklər sıxlığını itirə bilər, kövrəkləşə bilər və sümüklərdə sınıqlar baş verə bilər. Menstrual dövrə və fertilliyə ciddi zərbə vurur. Belə ki, yumurtalıqda toplanır, əsas cinsiyyət hormonlarının sintezini pozur, progesteron, estrogenlərin sintezini pozur. İkinci fazanın qısalmasına səbəb olduğu olur və hamilə qalmaqda çətinliklər yaradır. Yumurtalıqların erkən qocalması vaxtdan qabaq klimaksa deyirlər, yumurtalıqların tükənmə sindromu da deyirlər. Bu metal toxumalara toplanaraq oksidaşdırıcı stres yaradır. Burada ovarial rezervin azalmasına səbəb olur. Gizli düşmən. Təsəvvür edin ki, biz hormonal balansla əlaqələndiririk hər şeyi, amma əslində orqanizmə toplanan bu ağır metallar deməli illərlə orqanizmə toplanaraq belə yumurtalıqların funksiyasının azalmasına gətirib çıxara bilər. Qurğuşun növbəti ağır metaldır. Əlbəttə, qurğuşunlu benzin dövrü keçsə də, yenə də bu metalın orqanizmə təsiri aktual olaraq qalır. Köhnə su boruları 1980-ci illərdə tikilmiş binalarda daha çox müşahidə olunurdu. Bu borulardan həmin qurğuşun suya keçir. Bir də biz çox billur qablardan, şüşə qablardan çox istifadə edirdik. Bu billur qablarda görürsünüz üstündə yazılır plümbium neçə. Biz sevinirdik ki, plümbiumu çox olan şüşələr daha çox parıltı verir və fikirləşmirdik ki, bu plümbiumlar deməli içməli qablarda, məsələn isti su tökdükdə bu daha çox suya qarışaraq, xüsusilə şərab, şirə istifadə etdikdə suya qarışaraq deməli orqanizmimizə daxil olur. Boyalar, tozlar, köhnə binalarda qurğuşun boyanın tərkibində daha çox olurdu. Kosmetika nadir hallarda bu vasitələrdə ucuz linerlər və saxta pomadalarda hələ də qurğuşun qarışıqları tapılır. Qurğuşun reproduktiv fəaliyyətə necə təsir göstərir? Qadın uzun müddət qurğuşunla təmasda olmasa belə, hamiləlik zamanı sümük toxuması aktiv sürətdə
yeniləri və köhnə quruluşun ehtiyatları qana buraxılır. Bu isə preeklamsiya vaxtından qabaq doğuş riskini artırır, libidoya ciddi təsir göstərir, ümumi hormonal fonu pozmaqla, kortizol sintezini artırmaqla libidonun zəifləməsinə gətirib çıxarır. Deməli, misal göstərelim. Yaponiyada Minamata buxtasında baş verən bir qəzadan sonra böyük bir tədqiqat aparıldı və müəyyən olundu ki, orada civə ilə zəhərlənmə zamanı e, çoxsaylı hamilə qadınların doğduğu uşaqlarda ciddi qüsurlar aşkar olub, sinir sistemi ilə bağlı ciddi qüsurlar aşkar olunub. O cümlədən demək, bu stomatoloqların yanında işləyən assistent qadınlarda da tədqiqat apardılar. Gördülər ki, ümumi populyasiya nisbətən, məsəl üçün 10 dəfə, 11 dəfə çox deməli vaxtından qabaq doğuşlar, uşaqların bətin daxili ölümü hadisələri daha çox, yəni ölüm bətin daxili ölümü hadisələri daha çox təsadüf edilmişdir. Deməli, arsen sonuncu ağır metal haqqında danışacağıq. Bu içməli suda dünyada ən çox yayılmış mənbə hesab olunur. Dağ süxurlarından yeraltı sulara keçməklə əldə olunur. Düyü. Bu bitki bilirik ki, suda böyüyən, yetişən bir bitkidir. Qeyri-üzvü arsen aktiv şəkildə düyüdə aşkar olunur. Dəniz məhsulları, burada üzvü arsen aşkar olunur. Ən çox toksik hesab olunan, tez xaric olunan üzvü arsen olur dəniz məhsullarında. Pestisitlərdə və köhnə ağac materiallarında keçmişdə arsen kənd təsərrüfatına və ağacın çürümədən qorunması üçün istifadə olunurdu. Mışyak deyirik, diş plomlarının da hazırlanmasında istifadə olunurdu. Ənənəvi olaraq qədim zəhərlərdə olurdu. Lakin müasir dövrdə o endokrin sistemin pozucusuna çevrilib, qurşun və kadmiumdan fərqli olaraq arsen metalloiddir və əsasən qida və su vasitəsilə orqanizmə daxil olur. İllərlə qadın sağlamlığını zəiflədir və hormonal balansı pozur. Əsas zərbə yumurtalıqların sürətli qocalmasıdır. Belə ki, antimiller hormonun azalması bu qadınlarda daha çox müşahidə olunur, kəskin azalma müşahidə olunur. Estrogen və qlükokortikoidlərin işinə müdaxilə edir. Belə ki, reseptorların pozulmasına, estrogen və qlükokortikoid reseptorlarına bağlanaraq səbəb olur və orqanizm öz hormonlardan düzgün siqnallar ala bilmir. Aybaşı siklinin pozulması, predmenstrual sindrom bu qadınlarda daha çox rast gəlinir. Hamiləlik və döl üçün düşüklər, vaxtından əvvəl doğuşlar, aşağı çəkili dölün doğulması, histaton diabet, qlükokortikoid mübadiləsinə qoşularaq hamiləlik diabetin yaranmasına səbəb ola bilər. Glukoza və enerji metabolizmə zərbə vurur. Belə ki, xroniki yorğunluq, enerji olmadan hüceyrə funksiyasını yerinə yetirə bilmir. Daima bu qadınlarda halsızlıq, beyində sanki dumanlanma, fiziki yüklənməyə dözümsüzlük müşahidə olunur. İnsulin rezistentlik, qlukoza mübadiləsini pozaraq arsen çəki artımına, ikinci tip diabetin inkişafına gətirib çıxarda bilər. Bu mineralların orqanizmdə, daha doğrusu bu ağır metalların orqanizmdə təyin edilməsini Soçek bir aparatı bioloji təbabət bizə təqdim edir. Belə ki, bu müayinə üsulü ilə 15 ağır metal, 7 vitamin, 21 mineral təyin edilir. Bu aparat haqqında məlumat almaq üçün siz bioloji təbabətin elmi şöbəsinə müraciət edə bilərsiniz. Bunun üzərində çox dayanmaq istəmirəm. Toksik metal yüklənməsinin müalicəsində səbəblər aradan qaldırılmalıdır. Birbaşa həmin elementin orqanizmə daxil olması qarşısı alınmalı. Detoksikasiya orqanları işə salınmalıdır. Klassik bizim deməli bu kompleks antihematoksik preparatlarla detoksikasiya çox vacibdir. Bağırsaqlarda toksin bağlayıcılardan xlorelladır, homin turşusu, sialitdən istifadə etmək olar, xelatlardan istifadə etmək olar. Çoxlu maye qəbul etmək lazımdır. Antioksidantlar, selendi, sink istifadə etmək olar. Bunlar da həmin o ağır metalların orqanizmdən xaric olmasına gətirib çıxara bilir. Qaraciyər, böyrəklər, limfa vasitəsilə drenaj detoksikasiya orqanları işə salınır. Bu həm profilaktika məqsədilə, həm yüngül xəstəliklər zamanı, həm də ağır xəstəliklərin sağalma dövründə istifadə edilir. Sadə bir renal, limfomiyazot, HEPL
3 tabletkanı bir yerdə gündə 3 dəfə təyin etməklə böyrəklər, qaraciyər və limfa sistemini işə salmaq olar. Detoksikasiya orqanları böyrək, qaraciyər, limfa matriks vasitəsilə stimullaşdırmaq üçün detoksikasiya orqanlarını sistem şəklində də preparatlardan istifadə etmək olar. Fizioloji məhlul, içərisinə natri bikarbonat əlavə olunur. Heparkompozitum, solidaqa kompozitum, limfomiyazot, qalimxel və hüceyrə tənəffüsünü yaxşılaşdırmaq üçün mitoxondrial disfunksiyanı aradan götürmək üçün koenzim kompozitum və ibuprofen kompozitum həftədə 2 dəfə olmaq şərtlə vena daxilinə 5-10 dəfə istifadə etmək olar. Bizim mama ginekoloqların ən çox istədiyi, ən çox arzuladığı bir şey qadınlara sağlam övlad nəsib etməkdir. Və bu çox gözəl bir istəkdir və əlbəttə hər bir qadın sağlam övlad dünyaya gətirmək özü də istəyir və bu məqsədlə biz hamiləliyə hazırlıq üçün bir neçə ay, 2-3 ay əvvəl qadınları müayinə etməliyik. Əlbəttə, müayinələrə sadə qanun ümumi analizi, laxtalanma, TSH-ın təyin edilməsi, qlukozanın təyin edilməsi ilə yanaşı, həm də onun drenaj detoksikasiya funksiyasını həyata keçmə. Adları çəkilən ağır metallar göründüyü kimi orqanizmə gizli düşmənlərdir. Biz onların hardan daxil olmasını görmürük və nəticə itibarilə biz son nəticəni görürük ki, qadın adəti düşüklərlə müraciət edir, qüsurlu uşaqların doğulması ilə müraciət edir, uğursuz hamiləliklərlə müraciət edir. Bunların qarşısını almaq üçün əlbəttə çox gözəl olardı ki, bu drenaj detoksikasiya funksiyasına bayaq göstərildiyi kimi natri xlor 0,9%, 200 ml natrium bikarbonat, hepar, solidaqa kompozitum, limfomiyazot, qalimxel, koenzim kompozitum, ubiquinon kompozitum həftədə 2 dəfə olmaq şərtlə vena daxilə təyin edilsin. Bu, bütün qadınlara, hamiləliyi planlaşdıran bütün qadınlara təyin edilə bilər. Daima qida və suya sızan sintetik estrogenlərin təsirindən nə yarana bilər? Süd vəzi və prostat vəzin xərçəngi, vaxtdan əvvəl cinsi yetişkənlik, sperma miqdarında azalma, yəni oligostenozospermiya, sonsuzluq, piylənmə, spontan abortlar, şəkərli diabet, uşaqlarda hiperaktivlik və immun pozulmalar bura qoşula bilər. Biz deməli bioloji təbabətin kursunu keçərkən hələ erkən müddətlərdə bu xəstəliyin təkamül cədvəli haqqında məlumat almışdıq. Məlumdur ki, xəstəlik 3 fazada təkamül edir. Humoral faza, mezenkim fazası, hüceyrə fazası. Hər bir faza özlüyündə 2 fazaya bölünür. Ekskresiya, iltihab, depolaşma, impregnasiya, degenerasiya, diferensiasiya fazaları vardır. Deməli, humoral fazada iltihab aktivləşir. İkinci mərhələdə fizioloji təkanla kəskin iltihab baş verir. Sonra depolaşma, hipertrofik və hiperplastik proseslərlə nəticələnir. İmpregnasiya, patoloji remodulyasiya və kəskin və ya xroniki qeyri-spesifik iltihab baş verir. Degenerasiya və diferensiasiya hüceyrə səviyyəsində olan problemdir və hüceyrə səviyyəsində olan problem daha ciddi problemdir. Əgər biz depolaşmaya qədər bütün prosesləri geri qaytara biliriksə, o yerdə qalan 3 halda impregnasiyadan sonra bir qədər çətinlik çəkirik. Düz bioloji təbabətin imkanları bizə kömək edir ki, biz bu prosesdən müəyyən qədər yaxşı yaxa qutaraq. Amma çox təəssüflər olsun ki, prosesin ləngidilməsi sonradan neoplastik proseslərə yol aça bilər. Və ginekologiyada bunu necə izah edə bilərəm? Məsələn, humoral faza, ekskresiya, məsələn, menorragiya, biz bunu ekskresiya fazası kimi baxırıq. İltihabda ovarit, salpingovarit, deməli endometrit, dismenoriya, yəni iltihabla bağlı proseslər, bunlar humoral fazanın ikinci hissəsini əhatə edir. Mezenkim, yəni hüceyrə arası sahə, nə vaxt proses, hansı xəstəliklərdə hüceyrə arası sahə xəstələri, məsələn, depolaşma fazasında yumurtalıqların şişə bənzər törəmələri, sarı cismi kistası, folikulyar kista, endometrium polipləri, fibroz dəyişlər, bunlar depolaşma fazasına aiddir. Amma impregnasiya, xroniki adneksit, aminariya, bəzi alimlər endometriozu da impregnasiya fazasına aid edirlər. Dediferensiasiya sonsuzluq, əslində sonsuzluq nəticədir, sonsuzluq xəstəlik deyil. Yumurtalıqların atrofiyası, dediferensiasiya artıq yeni törəmələr
bura teratomalar, yumurtalıqların xərçəngi bura aid edilir. Bəs bioloji tənzimləyici müalicənin məqsədi nədən ibarətdir? Bizim müalicəmizin məqsədi drenaj və detoksikasiya, yəni orqanizmi toksinlərdən təmizləmək, stressorlardan təmizləmək, immun modulyasiya etmək, orqanizm özünün müqavimətini artırmaq ki, bu xəstəliklə mübarizə aparsın və sonda hüceyrə, toxuma və orqanların bərpasını həyata keçirməkdən ibarətdir. Belə drenaj orqanlarından biri bağırsaq da sellik qışadır. Əslində sellikli qışanı bir çox alimlər bir vahid orqan kimi təsvir edirlər. Mal sistem, Balt sistem, Galt sistem, yəni bütün orqanların selikli qişaları var. Orqanizmə hansısa bir antigen daxil olduqda, bağırsaq boşluğuna daxil olduqda Peyer düyüncüklərindən keçir və orada yavaş-yavaş limfoblastlara, mezenkemial limfa düyünlərinə, orada immunoglobulin A sintezi və bronxla assosiasiya olmuş immun sistem, yuxarı tənəffüs yollarla assosiasiya olmuş immun sistem, urogenital traktla əlaqədar olan immun sistem formalaşır ki, bunların hamısının səthində plazmatik hüceyrələr, immunoglobulin A vardır ki, bunlar da orqanizmin deməli, xarici mühit amillərindən, yəni zədələyici amillərdən qorumuş olur. Siz fikir verin, xroniki bronxiti olan pasientlərdə çox vaxt uşaqlıq yolundan ifrazat gəlir. Bağırsaqların problemləri olan pasientlərdə cinsiyyət orqanların xroniki iltihabı xəstəlikləri olur. Bu göstərir ki, bir daha selikli qışa vahid bir sistemdir, vahid bir, hətta bəzi ədəbiyyatları orqandır. Normal hər bir bağırsağın seylik şahsında, hətta bəzi Yapon alimləri göstərir ki, bizim 10% hüceyrələrimiz özümüzküdür. Yerdə qalan 90% isə bizim mikrobiota, yəni müxtəlif bakteriyaların toplusundan ibarətdir və bu normal mikroflora bizlə bir yerdə simbiyoz halında yaşayır və bizi qoruyur. Normal mikrofloranın pozulmasına çox amillər səbəb olur. Ekzogen və endogen alma. Ekzogen amillərə coğrafi klimatik şəraitdən tutmuş ekoloji şəraitə, ətraf mühitin kimyavi çirklənməsinə, radiasiyadan çıxmış çox amillər daxildir. Endogen amillər isə bizim həzm sistemimizin sekretor hərəkət funksiyasının pozulması, iltihab ocaqları, keçirilmiş kəskin bağırsaq infeksiyaları və s. aiddir. Bu bizim bağırsaq divarımızın selikli qışasıdır. Göründüyü kimi orada Tight Johnsonlar var ki, bunlar bağırsaqların hüceyrələrini bir-birlə bağlayır. O Tight Johnsonlar bağırsaq divarının tamlığını qorumaqla zədələyici amillərin içəri daxil olmasının qarşısına alır. Onun pozulması bağırsaq keçiriciliyinin artmasına və orqanizmin yüklənməsinə səbəb olur. Cinsiyyət orqanlarının xroniki iltihabı xəstəlikləri olan qadınlarda İmmun sistemdə ciddi dəyişikliklər müşahidə olunur. Belə ki, uşaqlıq yolu və servikal kanalda sekretor A, immun qlobulin A-nın azalması ilə müşahidə olunan yerli infeksiya əleyhi rezistentlik pozulur. Neytrofil və monositlərin funksiyasının aktivliyi və rezervi pozulur. T helperlər azalır, T suppressiyalar artır. Deməli, burada diskoordinasiya yaranır. Limfositlərin funksional aktivliyi azalır və immun kompleks mexanizmlər işə düşür. Urogenital patologiyanın müalicəsində bizim təyin etdiyimiz ənənəvi müalicədə bir çox çaşılmazlıqlar vardır. Sidik cinsiyyət yolları və bağırsaq mikrobiyozonu pozula bilər, immunosupressiv vəziyyət yarana bilər, allergik effektlər, preparatlar sinergik təsir göstərərək yan təsirlər üzə çıxa bilər, detoksikasiya orqanlarının üzərinə yük düşə bilər, genetik koduna deməli təsirin mümkünlüyü də hələ ortaya çıxır. Amma bizə təklif olunan bioloji üsullarla müalicə, deməli, istər allopatik preparatlarla bərabər təyin ola bilər, istərsə monoterapiyada da təyin ola bilər. Onların bir çox üstünlükləri vardır və əsas üstünlükləri nədən ibarətdir? Tənzim sistemlərində hemostazı bərpa edir, metabolizmi stimulyasiya edir, ekzo və endogen homotoksinləri xaric edir və endogen homotoksinlərin yaranmasını tormozlayır. Qadın cinsiyyət orqanı iltihabı xəstəliklərində biotənzimləyici müalicə çox unikal bir müalicədir bu. Ginekaxel çox geniş istifadə olunan bir preparatdır. 10 damcı 30 ml suda həll edilərək gündə 3 dəfə, yeməkdən 30 dəqiqə qabaq və ya 1 saat sonra istifadə olunur və ya inyeksiya halında Admet, Radnexiner, Traumel, Natakel hərəsindən bir ampul olmaqla bir şprisdə gün aşırı situasiyadan asılı olaraq 5, 10, 15 inyeksiya təyin oluna bilər. Natakel antibiotiksiz antibakteriyal terapiyadır.
Onun istifadəsində çox göstərişlər vardır. Qadın cinsiyyət orqanları iltihabı xəstəliklərlə yanaşı yuxarı və aşağı tənəffüs yollarının bakterial mənşəli kəskin və xroniki iltihablarında, sidik orqanlarının iltihabı xəstəliklər, otitdə, nevritdə, nevralgiyalarda, dişlərdə irinli proseslərdə, o cümlədən hemoroiddə, dərin irinli və bakteriya mənşəli zədələnmələrində də istifadə oluna bilər. Traumel və buna antihemotoksit preparatların marşalı deyirlər. İstər tablet halında, istər inyeksiya halında, istər maş və gel şəklində geniş istifadə olunur. Deməli, bu iltihabi prosesi sonlandırır, sona yetirir və çox unikal bir preparatdır. Bu preparat nəinki iltihabi proseslərdə, o cümlədən normal yerləşmiş ciftin vaxtından əvvəl qopmasına, retroxareal gematomalarda da istifadə oluna bilər. Ona aid bir neçə bizim ilkin deməli kurslarda slaytlarımız var idi ki, məsələn, müalicədən əvvəl və sonra retroxareal gematomanın ölçüləri necə dəyişir? Çox qısa müddətdə müsbət effekt verir. Əvvəlcə gündə 3 dəfə, sonra 2 dəfə, sonra 1 dəfə olmaq şərti ilə inyeksiya şəklində təyin oluna bilər. Traumel iltihab əleyhinə interleykinlərin azalmasına, iltihab yaradan interleykinlərin azalmasına, iltihab əleyhinə sitokinlərin artmasına və iltihabın sonlanmasına gətirib çıxarır. İmmun modulyasiya edici, ağrı kəsici, antihemoragik, venatonik, regenerasiya edici təsirləri vardır. Traumel ginekologiyada geniş istifadə olunur. Qadın cinsiyyət orqanlarının kəskin və xroniki iltihabı xəstəliklərində doğuşdan sonraki əslində irinli septiki ağırlaşmalarda bir tək traumel orada rol oynamır. Orada irinli septiki ağırlaşma aradan götürüldükdən sonra traumel daha yaxşı effekt verir. Çünki hamımız bilirik ki, doğuşdan sonraki irinli septiki ağırlaşmalar septik şoka kimi gətirib çıxara bilər. Abortdan sonra təyin etmək olar, planlı ginekoloji müdaxiləyə hazırlıq dövründə təyin etmək olar, uşaqlıq boyunun eroziyalarında təyin etmək olar. Massiv antibiotik terapiyasının tələbatı azaltmaq məqsədilə istər inyeksiyon formada təyin etmək olarsa, tablet halında əlbəttə əvvəlcə inyeksiyon formada daha yaxşı olaraq 10 metradnex inyelərin bir yerdə təyin edilir. Bəzən ora exnasiya kompozitum, natakel də əlavə etmək lazım gəlir. Traumel doğuşdan sonraki dövrdə regenerasiyanı yaxşılaşdırmaq və iltihabı aradan qaldırmaq üçün istifadə olunur. Bir tabletka gündə 3 dəfə. İnyeksiya formasında deməli 1-2 gündən bir təyin edilə bilər. Amma əvvəlcə gündə 2 dəfə olmaq sonra isə 1-2 gündən bir, daha sonra isə 3 gündən bir təyin edilə bilər. Traumel preparatı doğuşdan sonraki ağırlaşmanın qarşısını almaq məqsədilə yenə də tabletka halında və ya da iğne halında, inyeksiya halında təyin oluna bilər. Göründüyü kimi əvvəlcə böyük dozalarda təyin olur. Yəni gündə 2-3 dəfə, sonra azaldılaraq gündə 1 dəfə, daha sonra isə gün aşırı təyin edilə bilər. Metradnex inye preparatı da ginekoloji orqanların, mən deyərdim, şahıdır. Bu preparat tərkibində olan çoxsaylı ingrediyentlərə görə çox geniş təsir xüsusiyyətinə malikdir. Məsəl üçün, Metradnex preparatı həm də yumurtalıq kistalarının, funksional kistaların sorulmasında da travma ilə bir yerdə unikal təsir göstərir. Bu preparat göründüyü kimi folikulyar kistalarda, sarı sim kistasında, qadın cinsiyyət orqanı iltihabı xəstəliklərində, adnexitdə, parametritdə, endometritdə, dismenoriyalarda da təyin oluna bilər. Bayaq bunun haqqında danışdım, ginekakel preparatı. Bu preparatlar xroniki iltihabı xəstəliklər, bu preparat xroniki iltihabı xəstəliklərdə 10 damcı gündə 3 dəfə olmaqla təyin edilə bilər. Heç bir cinsiyyət orqanlarında disbakterioz prosesi yaratmır. Preparat deməli farmakoloji xüsusiyyətlərinə görə zəngin tərkibə malikdir. Qadın cinsiyyət orqanı iltihabı proseslərində, ağrılarda, ödemdə, həmçinin kiçik çanaq orqanlarında, venoz durğunluqda da geniş istifadə olunur. Ginekakel yenə Metradnexdəki kimi kalpit, adneksit, salpin qafarit, parametrit, endometrit, kiçik çanaq orqanları venoz durğunluq zamanı, dismenoriya zamanı istifadə oluna bilər. Cinsiyyət orqanı xroniki iltihabı xəstəlikləri olan qadınlarda, o cümlədən neyroendokrin dəyişikliklər də müşahidə olunur. Aybaşı sikrin folikulyar fazasında folikus stimüləyici hormon sintezinin azalması,
Folikul stimülə edici və lüteinləşdirici hormonların perovulator pikinin azalması, aybaşı siklinin əvvəlindən sonuna qədər lüteinləşdirici hormonun yüksək səviyyədə qalması, sonra aybaşı sikli boyu estradiol səviyyəsinin azalması, estradiolun monoton ifrazı əslində siklin ortasında pik sekresiya verir. Bu olmur belə xəstələrdə. Progesteronun xüsusilə sarı cismin çiçəklənmə fazasında azalması, qalxanabənzər vəzin hipofunksiyası bu pasientlərdə çox rast gəlinir. Mən hipotalam hipofizar yumurtalıq sistemində hormonal tənzimin çox üzərində dayanmayacaq. Hamımız bunu bilirik. Biz bilirik ki, menstrual sikl 5 səviyyədə tənzim olunur. Bu səviyyələrə beyin qabığı hipotalamik strukturlar, hipotalamus, sonra hipofiz, sonra yumurtalıqlar və hədəf orqanlara aiddir. Bu sistemlər bir-biri ilə çox sıx əlaqədədir və o sistemlərin birində baş verən pozulma digər sistemlərə də öz təsirindən ötmür. Belə ki, gonadotropin releasing hormonu hipotalamusda sintez olunur. Stres faktoru bu hormonların sintezinə ciddi təsir göstərir. Belə ki, kortikoliberin sintezi hipotalamusda pozulur, yüksəlir. Bu, hipofizdə adrenokortikotrop sintezinin artmasına, o böyrəüstü bəzi qabığında kortizol sekresiyasının artmasına, öz növbəsində o da gonadotropin releasing hormonunun sekresiyasının azalmasına, görün bir-birlə sıx əlaqədədir. O da hipofizdə folikul stimülə edici hormon və lüteinləşdirici hormon sintezinin azalmasına səbəb olur. Digər yol endorfin yoludur. Endorfinlərin artması prolaktinin artmasına, prolaktin artmasında yenə də gonadotropin releasing hormon sekresiyasının pozulmasına, onun sirxoral rejimdə, saat mexanizmi rejimdə sekresiyasının pozulmasına, sonda yumurtalıqların disfunksiyasına gətirib çıxara bilər. Menstrual funksiyon pozulmalarında glikahiyenlə hormel preparatının kombinasiyası bir çox gözəl effekt verir. Belə ki, hərəsindən 10 damcı gündə 3 dəfə olmaq şərti ilə təyin oluna bilər. Menstruasiyanın 5-ci gündən 25-ci gününə qədər 3 sikl, 4 sikl təyin oluna bilər. Eyni zamanda avarium kompozitum deməli təyin edilə bilər. Aybaşı siklin 3-cü, 5-ci, 8-ci, 12-ci, 14-cü günləri. Mulimen aybaşı siklinin ikinci fazasında ikinci fazanı dəstəkləmək məqsədilə 20 damcı gündə 4 dəfə də təyin oluna bilər. Aybaşı menstruasiya başlayandan sonra 10-25-ci günlər, yəni siklin ikinci fazasında o sanki progesterona bənzər təsir göstərir. Hormonal balansı nizamlamaq üçün hormon preparatı istifadə olunur. Bu disminariyalarda, amenoriyada, sonsuzluqda, habelə klimakterik sindromda istifadə olunur. 10 damcı gündə 3 dəfə. Qanaxması olan pasientlərdə ümumiyyətlə fasiləsiz rejimdə təyin oluna bilər. Neuroendokrin sistemin tənzimində hormon unikal xüsusiyyətlərə malikdir. O cümlədən endokrin problemlərdə progesteronu dəstəkləmək, sarı sümü dəstəkləmək məqsədilə Mulimen S preparatı istifadə oluna bilər. Mulimen S preparatı hipofizin D2 dopamin reseptorlarına təsir göstərir, prolaktin sintezini stabilləşdirir, ikinci fazanı aybaşının stabilləşdirir. O cümlədən süd vəzində patoloji proseslərin qarşısını almağa kömək edir. O, fibroz, kistoz, mastopatiyada, sarı sümük çaşınmazlığında, hiperprolaktinində, dismenariyada müsbət effekt verir. Hormonal balansı nizamlamaq üçün tireoideya kompozitum preparatı istifadə olunur. Tireoideya kompozitum autoimmün bu tireoidlər də çox gözəl təsir xüsusiyyətinə malikdir. Mənim buna aid bir məqaləm vardı. Deməli, tibb jurnalında, sonradan bizim bioloji təbabət jurnalında da Azərbaycan dilində dərc olundu. Bu preparat adətli düşükləri olan və autoimmun tireoidit olan xəstələrdə tireoideya kompozitum preparatın üstünlüklərini vurğulamağa həsr edilmişdir və müəyyən olunmuşdur ki, tireoideya kompozitum preparatının istifadəsi qalxanabənzər vəzin hormonlarına tələbatın azalmasına gətirib çıxardır. Tireoideya kompozitum qalxanabənzər vəz toxumasını regenerasiya edir, onun funksiyasını normallaşdırır, orqanizm drenaj detoksikasiya funksiyasını tənzimləyir, immun modulyasiya edici təsir göstərir, maddələr mübadiləsini tənzimləyir. Hipotireozda, autoimmun tireoiditdə, maddələr mübadiləsinin pozulmasında, xərçəngönü vəziyyətlərdə də müsbət təsir göstərir. Hamımız bilirik ki, sonsuzluq bir qlobal problemdir. Sonsuzluq, nə qədər bəşəriyyət var, sonsuzluq həmişə
aktual problem olaraq qalacaq. Sonsuzluğun diaqnozunun qoyulması və ləngimədən müayinə və müalicəyə başlanması üçün bir çox göstərişlər vardır. 12 ay müddətində aktiv cinsi əlaqədə olan 35 yaşa qədər olan pasientlərdə hamiləliyin olmaması, yaşı 35-dən və həyat yoldaşının yaşı 40-dan yuxarı olan pasientlərdə hamiləliyin olmaması, dərhal müalicəsinə başlamaq tələb olan fertilliyi pozan vəziyyətlərin olması. Məsələn, anamnezdə hər iki uşaqlıq borusu cəlb edilməklə ektopik hamiləliyin olması, anamnezdə kiçik çanaq orqanları iltihabı xəstəlikləri ilə müştərək bir uşaqlıq borusunu cəlb etməklə ektopik hamiləliyin olması, yumurtalıqların rezeksiyası, ovarektomiya, amenorreya, ovarial rezervin tükənməsinə yaxın olan vəziyyətlər, qadının yaşının 40-dan yuxarı olması, cavan qadınlarda şüa və kimyoterapiyadan sonraki vəziyyətlər, bunlar sonsuzluq diaqnozunun qoyulması və ləngimədən müalicə və müayinəyə başlamaq üçün olan göstərişlərə aiddir. Sonsuzluq diaqnozu qoyulan andan köməkçi reproduksiya metodları tətbiq etmədən müayinə, konservativ və cərrahi müalicə müddəti 35 yaşa qədər pasientlərdə 2 ildən, 35 yaşdan yuxarı pasientlərdə 1 ildən artıq müddəti əhatə etməməlidir. Göründüyü kimi, kiçik çanaq orqanlarının vəziyyətinin qiymətləndirilməsi, uşaqlıq borusunun keçiciliyin yoxlanması, aybaşı siklinin dəyərləndirilməsi, spermoqramma, immun sınaqları aparmaqla biz sonsuzluğun səbəbini hər iki cütlükdə aşkar edirik və səbəb aşkar olunandan sonra taktikamızı müəyyən edirik. Yumurtalıqlarda follikullar 3 mərhələdə öz yetişməsini başa çatdırır. Belə ki, hormondan asılı olmayan, hormona həssas və hormondan asılı mərhələlərdə biz istəsək də, istəməsək də bətndaxili dövrdə yumurtalıqlarda deməli 6,2 bəzi yerlərdə 7 milyona qədər primordial follikul olur 5 ayında, dölün 5 ayında. Doğulanda bunlardan 2 milyon 4 milyonu qalır. Menarxiya dövründə, yəni ilk aybaşı dövründə bunlardan bəzi ədəbiyyatlar 300 min, 700 min yazılır. Yerdə qalan follikullar fizioloji atreziya prosesinə məruz qalır. Cinsi bu ilk aybaşdan ta menopauza dövrünə qədər əgər hər ay follikullar yetişsə, ovulyasiya baş verirsə, bunların ancaq 300-400-ü ərsiyyə gəlir, başa çatır. Yəni follikulların, ovusitlərin ehtiyatının sərf olması yumurtalıq daxili tənzim qanunlarına tabidir. Ovulyasiyanın induktorların, yəni biz bəzən məsələn klampen strat istifadə edirik, menapur, menagon və s. istifadə edirik. Bunlardan asılı deyil. Ovulyasiyanın induktorları primordial follikullara toxunmadan ancaq yetişməkdə olan follikullara təsir göstərir. Bəzən biz sevinirik ki, kombinə olmuş oral kontraseptiv təyin etdik, biz ovarial rezervi qoruyub saxlayırıq. Yox. Onlar ancaq yetişməkdə olan follikullara, yəni səthdə hormondan asılı mərhələyə təsir göstərir. Erkən inkişaf dövründə olan primordial follikullara təsir göstərmir. Ovarial rezervlə bəzən deməli reproduktiv rezervi yəni səhv salırlar. Bu ovarial rezerv sağlam mayalanma qabiliyyətli yumurta hüceyrəyə malik yararlı follikullar yetişdirmək imkanlarının olmasıdır. Ovarial rezervə çox amillər təsir göstərir. Yəni yumurtalığın o təkcə elə bilirik ki, antimüller hormondan ibarətdir. Bu yox, onu təkcə onunla qiymətləndirmirik. Ovarial rezervə fizioloji amillər, aybaşı siklinin necə formalaşma dövründə qızların yumurtalıqlarında olan primordial follikulların sayı, pasientin yaşı, qadının fərdi xüsusiyyətləri, o cümlədən patogen amillər, kiçik çanaq orqanlarında iltihabi xəstəliklər, aparılan əməliyyatlar, kimyoterapiya, qəbul olunan qida maddələri, intensivsiz siqaret çəkməyə zərərli peşə amillər, gör nə qədər amillər, o cümlədən genetik amillər təsir göstərir. Belə hesab edirlər ki, yumurtalıqda olan yumurta hüceyrələri, ootsitlərin miqdarı qadının yaşından asılı, 35 yaşından sonra onlar sürətlə azalma qabiliyyətinə malikdirlər. Demək, ovarial rezerv testlərinə biokimyavi testlər, o cümlə ultrasonoqrafik testlər aiddir. Biokimyavi testlər özləri iki yerə bölünür. Statistik testlər və dinamik testlər. Statistik testlər nədir? Biz qanda follikul stimuledici hormonu təyin edirik, estradiol təyin edirik, inkibin B-ni təyin edirik, antimüller hormonu təyin edirik. Dinamik testlər sınaqlardır. Məsələn, klamifin sınaq, gonadotropin releasing hormonla sınaq, follikul stimuledici hormonlar, ovarial rezerv sınaqları bunlar aiddir. Sonoqrafik göstəricilər antral follikulların sayı, yumurtalıqların həcmi, ovarial stromal qan cərəyanının olması aid edir. Şərti olaraq bunu belə bir ovarial rezervi qiymətləndirmək üçün belə bir rəqəmlərdən istifadə edirik. Ovarial rezervin azalmasının göstəriciləri
Folikul stimülə edici hormonun səviyyəsinin 10-dan yuxarı olması, inhibin B-nin səviyyəsinin 40-dan aşağı olması, antimüller hormonun səviyyəsinin 1-dən, hətta 0,4-dən aşağı alınması, xüsusilə qadının yaşının çox olduğu, 35-dən yuxarı olduğu təqdirdə yumurta rezervinin azalmasına işarədir. Yumurtalıqların həcmi 5 kub santimetrdən aşağı olması, hər yumurtalıqda antral folikulanın sayının 3-dən və ya ikisi bir yerdə götürəndə 7-dən aşağı olması ovarial rezervin azalmasına işarə vurur. Bəzən biz elə fikirləşirik ki, hə, ovarial rezerv yaxşıdır, burada mümkün deyil hamiləliyin olması. Çox təəssüflər olsun ki, biz sək yumurtalıqların vəziyyətini deyil, o cümlədən endometrium vəziyyətini digər faktorlarda istisna etməliyik. Normal endometriumu olmayan pasientlərdə hansı hamiləlikdən danışmaq olar? Sonsuzluğun müalicəsində biotənzimləyici yanaşma bizə nə təklif edir? Avarium compositum, yumurtalıqların funksiyasını yaxşılaşdırmaq üçün birinci fazada təyin olunur adətən bu stimulyasiya məqsədlə aybaşının 3-cü, 5-ci, 8-ci, 12-ci, 14-cü günləri mukoza plasenta compositum həftədə 3 dəfə, 2-3 dəfə təyin etmək olar. Bu selikli qişanı yaxşılaşdırmaq üçün, endometriuma təsir göstərmək üçündür. Koenzim öbixnon kompozitum, bu da yenə həftədə 3 dəfə, bu hüceyrə tənəffüsü, mitokondriopatiyanı aradan götürmək üçün. Xüsusilə şübhəsiz ki, bu sonsuzluğu olan pasientlər emosional olur, əsəbi olur. Bunlara Neyroxan preparatının təyin edilməsi də tövsiyə olunur. Əlbəttə, bir hamiləliyi planlaşdırmaq üçün hamiləliyə 2-3 ay qalmış və ilk 3 ayında fol turşusunun təyin edilməsi də önəmlidir. Məsələn, folio preparatını biz təqdim edirik gündə bir dəfə olmaq şərti ilə hamiləliyə qədər 3 ay və hamiləliyin ilk 3 ayında. Fol turşusu sinir borusunun düzgün formalaşması, hüceyrənin normal bölünməsini təmin etməklə yanaşı, o həm də qan dövranına yaxşı təsir göstərir, qan miqdarının artmasına təsir göstərir və bununla yanaşı o deməli homosistein adlanan amin turşusunun metioninə keçməsinə təsir göstərir ki, bu da qanın normal axımını, normal hemostazı, normal reologiyanı təmin edir ki, bu da deməli ciftin xovlarının formalaşmasına təsir göstərir və doğrudan da qan dövranına ciddi təsir göstərir. Belə ki, bəzi irsi patologiyalar var ki, məsəl üçün metilen tetrahidrofolat reduktazanın defisiti olan pasientlərdə normal dölün inkişafı baş vermir, təkrarı düşüklər, inkişafdan qalmış hamiləliklər baş verir. Bu baxımdan fol turşusunun hamiləliyə qədər və hamiləlik dövründə verilməsi erkən müddətlərdə çox önəmlidir. Ovarium kompozitum qadın cinsiyyət sisteminin funksiyasına dəstək məqsədilə istifadə oluna bilər. İstər 3 gündən bir olmaq şərti ilə, istərsə də aybaşı siklinin birinci fazasında folikulanın yetişməsinə dəstək məqsədilə verilə bilər. Ovarium kompozitum istər endogen, istər egzogen qanadotropinləri yumurtalıqların həssaslığını artırmış olur. Hormonal pozulmalarda, disfunksiyada, hipofizin ön payın disfunksiyasında, yumurtalıq kistalarında, sonsuzluq zamanı maddələr badəsinin pozulmasında, xüsusən stimulyasiyada da çox yaxşı təsir göstərir. Mukozada mən dedim selikli. Görürsünüz nə qədər çox saylı selikli işalara təsir göstərir. Bu, həmçinin endometriumun qan dövranının yaxşılaşması, o plasenta ilə bir yerdə təyin etdə, koenzim, obixononla bir yerdə təyin etdə daha gözəl effekt vermiş olur. İltihab əleyhinə, regenerasiya əleyhinə, regenerasiya edici, spazmolitik, immun regulasiya edici təsirləri də mövcuddur. O həmçinin nəinki ginekoloji praktikada, o cümlə həmçinin həzm sistemində qastrit, mədə, bonkibarmaq, bağırsaq, xoraq xəstəliyində, müxtəlif mənşəli disbakteriozlarda, tənəffüs sistemi xəstəlikləri, cinsiyyət sisteminin xəstəliklərində, göz praktikasında, oftalmologiyada geniş istifadə olunur. Plasentada qan dövranını yaxşılaşdırmaq məqsədilə istifadə olunur. Məsələn, hamiləlik zamanı plasenta kompozitum, koenzim kompozitum bir yerdə təyini cift qan dövranına müsbət təsir göstərir. Ümumiyyətlə, qan dövranına plasenta unikal təsir göstərir. Plasenta kompozitum fetoplasentar çaşılmazlıqda tütündən istifadə zamanı istifadə olunan o problemlərdə, ayaqlardakı problem yaranır. Qan dövranı problemi şəkərli diabetdə, qanqrenalı xoralarda, yataq yarasında, diabetik retidopatiyada geniş istifadə olunur. Koenzim, Krebs siklinin fermentləri var içərisində. Hüceyrə tənəffüsündə, mitokondriopatiyalarda geniş istifadə olunur.
O cümlədən koenzim kompozitin blokad olmuş hüceyrə daxili ferment sistemini stimulyasiya edir, tənzimləyir, oynaq və onurğa sütununa yaxşı təsir göstərir, sidik cinsiyyət sistemi, mədə-bağırsaq traktının süst gedişli xroniki xəstəliklərinə, zehni yorulmalarda, fiziki yorulmalarda, endokrin pozulmalarda, hipovitaminozda yaxşı istifadə olunur. 1-3 dəfə həftədə təyin oluna bilər. Obixinon tərkibində koenzim Q var. Əlavə olaraq kinonlar var, krepsin fermentləri ilə yanaşı. Yenə də bu hüceyrə tənəffüsündə, hipoksik vəziyyətlərdə, xroniki degenerativ xəstəliklərdə, maddələrin badəsinin pozulmasında istifadə olunur. Məsəl üçün, koenzim kompozitumdan obixinon kompozitum növbəli şəkildə də, məsələn, həftənin bir günü koenzim, bir gün obixinon və yaxud da koenzim qurtardıqdan sonra obixinon da təyin etmək olar. Hətta özünüz də gördünüz ki, drenaj terapiyanın içərisində koenzim obikinonla bir yerdə təyin edilmişdir. Fol turşusu barədə bayaq mən danışdım. Folio preparatı təqdim olunur. Fol turşusunda bunun tərkibində 400 mikroqram fol turşusu, yod, vitamin D3 və B12 vitaminləri vardır. Hamiləlikdən əvvəl hazırlıq dövründə, hamiləlik dövründə, laktasiya dövründə istifadə oluna bilər. Sonsuzluq zamanı, adəti düşüklər zamanı, neyroksan yuxu pozğunluqlarda, hansı ki, hamilənin sonuna yaxın lap stres vəziyyətində olur, bəzən yata bilmirlər. Neyroksan preparatı istifadə oluna bilər. Neyroksan preparatı daxili gərginliyi, stres aradan götürür, yuxunun ritmini bərpa edir. Gündüz yuxululuq yaratmır. Əsas odur ki, gündüz yuxululuq vermir. Gecə yuxusunu nizamlayır. Neyroksan aktiv həyat tərzi sürməyə imkan verir. Uzun müddətli istifadəsi tam təhlükəsizdir. Avtomobil idarə edən şəxslər üçün də təhlükəsiz hesab olunur. Yuxusuzluq, narahat yuxu, daxili gərginlik, imtahan stresi, həyəcan, hamilə və süd verən analarda həyəcan, gərginlik zamanı klimaks dövründə istifadə olunur. Zehni işlə məşğul olan insanlarda, məsələn, hətta məktəbli abituriyentlər, tələbələr də, müəllimlər də əqli yorğunluq zamanı istifadə edə bilərlər. Bu da müxtəlif saytlardır. Neyroksan haqqında elmi məlumatlar sizə təqdim olunmuşdur. Kişilərdə və qadınlarda cinsi zəiflikdə sizə bir kombinasiya təyin edilir. Kişilərdə cinsi zəiflikdə tonika inyer, testis kompozitum, koenzim kompozitum, obixinon kompozitum, neyroksan. Qadınlarda tonika inyer, ovarium kompozitum, koenzim, obixinon kompozitum və neyroksan preparatları təqdim olunur. Tonika inyerin tərkibi sizə təqdim olunmuşdur. Göründüyü kimi geniş istifadə sahəsi vardır. Tonika inyerin içərisində selenium vardır ki, bu zəiflik, gücsüzlükdə, diqqət pozğunluğunda istifadə olunmağa ona imkan verir. Deməli, preparat müxtəlif yaşlarda, yəni hətta aşağı yaşlı insanlarda da tətbiq oluna bilər. Həftədə 2-3 dəfə istər dəri altı, istər əzələ daxili, istər vena daxilinə istifadə oluna bilər. Sonsuzluqda mən öz praktikamda geniş istifadə edirəm. Renel preparatında mən öz praktikamda geniş istifadə edirəm. Böyrək problemləri olan, anamnezində əvvəlki hamiləlikdə preeklamsiya, eklamsiya, böyrək problemləri olan pasiyentlərdə geniş istifadə edirəm. Bu preparatı hamilənin əvvəlindən sonuna qədər bir tabletkadan 3 dəfə olmaq şərti ilə istifadə etmək olar. Bu, böyrəklərin drenaj funksiyasına da müsbət təsir göstərir və prosesin kəskinləşməsinin qarşısını alır. Və istər preeklamsiya kimi problemlərin profilaktikası məqsədi, istərsə də iltihabi proseslərdə resisivlərin qarşısını almaq üçün də uzun müddət istifadə oluna bilər. Bu, həm də spazmolitik təsirinə görə də unikal hesab olunur. İltihab əleyhinə spazmolitik təsirinə görə də həm də əsas deməli, kalium qoruyucu effektinə görə geniş istifadə oluna bilər. Hamiləlikdə heç bir hipokalemiya yaratmır. Hamiləlik dövründə sidik ifrazat orqanlarının iltihabı xəstəliklərinə çox meyillik yaranır. Belə ki, bu istər böyüyən uşaqlığın isti yaxarlarının sıxması, istər hamilənin ikinci trimestrindən sonra kortizol ifrazının artması ilə immunsupressiv vəziyyətin yaranması və infeksiyaların kəskinləşməsinə meyilliyin olması, istərsə də progesteronun sidik yollarının divarına
sən də sanki spazmolitik təsir göstərməsi ilə əlaqələndirilir. Belə ki, bu dövrlərdə deməli xüsusilə hamilə 28-ci həftəsində xroniki infeksiyanın kəskinləşməsinə meyillik yaranır. Ən çox Escherichia coli bakteriyası deməli piyelonefrit yarada bilər və Reneli burada geniş istifadə etmək olar. Ağrı varsa spaskoprel preparatını da istifadə etmək olar. Spaskoprel eyni zamanda həm də uşaqlıq tonusunu azaldır, menstrual siklin ağrılı menstrual siklin qarşısını alır və istər tabletka halında, istər şam şəklində istifadə etmək olar. Qadın cinsiyyət orqanları iltihabı xəstəliklərində, o cümlədən deməli bu hormonal dəyişikliklərdə paskarbin preparatını, yəni vitamin C, 7,5 qram vitamin C-ni geniş istifadə etmək olar. Bu dozada olan vitamin C bəzən pasientləri qorxuya salır ki, yox, bu boyda vitamin C-ni təyin etmək olmaz. Bu natrium duzudur, onun heç bir əlavə təsiri yoxdur. Paskarbin qadınlarda sarı cismi çaşmazlığı, bağrı menstrual pozulmada, sonsuzluqda, hamiləliyə hazırlıq dövründə, infeksiyanın müalicəsində, gələcək hamiləliyə hazırlıq dövründə hətta kişilərdə isə spermatogenezi yaxşılaşdırmaq məqsədilə istifadə olunur. Çünki o deməli bu steroid hormonların sintezinə, böləcdə bəzdə steroid hormonların sintezinə təsir göstərir. Askarbin turşusu ilə müalicə follikus stimüləyici hormon və testosteronun plazma səviyyəsini yüksəldir və şovullarda spermanın keyfiyyətini artırdığına aid məlumatlar var. Bu sizə internetdən götürmüş bir məlumatlardır. Sonsuzluq problemləri və reproduktiv sistemdə oksidləşdirici reaksiyanın deməli təsiri ilə əlaqələndirilmişdir. Bu işdə, bu tədqiqat işində askarbin turşusunun yüksək dozaları şovullarda bu spermanın parametrlərinə müsbət təsiri sübut olunmuşdur. Demək, follikul stimüləyici hormon səviyyəsində həm nəzarət, həm də orta doza təyin olunan qruplardan müqayisə aparıb və müəyyən olmuşdur ki, yüksək doza qrupunda əhəmiyyətli dərəcədə artma müşahidə olunur. Deməli, vitamin C yüksək dozada təyini təhlükəsizdir. Həm də o testosteron səviyyəsində də nəzərə çarpacaq dərəcədə artım müşahidə olunmuşdur. Mən oliqostena zoospermiyası olan pasientlərə də tövsiyə edirəm. Əlbəttə, onu androloqa tövsiyə edirəm ki, bu preparat təyin olsun. Mən isə qadınlarda ikinci fazada bu preparatı təyin edirəm ki, sarı cismi qoruyub saxlasın. Spermanın hərəkətliyinə, o cürdən deməli, miqdarına ciddi təsir göstərir, konsentrasiyasına ciddi təsir göstərir, yaxşılaşma müəyyən olunmuşdur. Nəticələr nəyi göstərir? Askarbin turşusunun kişi məhsuldarlığına, yəni spermatogenezə müsbət təsiri vardır və buna görə də kişi sonsuzluğu halları üçün potensial köməkçi müalicə üsulu kimi təyin oluna bilər. Demək, göstərişlər paskarbin turşusunun təyin edilməsinin infeksion xəstəliklər, cərrahi əməliyyatlar, sarı cismi çaşqınmazlığı ilə əlaqəli menstrual pozulmalar, hamiləliyə hazırlıq dövrü, hamilənin infeksiyaya qarşı profilaktikası, spermatogenezi yaxşılaşdırıcı xüsusiyyəti, hətta bu paskarbin turşusu, paskarbinin bu neoplastik xəstəlikləri olan pasientlərdə kimioterapiyadan sonra və qabaq təyin edilməsi də ümumi əhval-ruhiyyəyə müsbət təsir göstərir. Onların qidalanmasına çox yaxşı təsir göstərir. Hamı bilir ki, kimioterapiyadan sonra bəzi insanlar iştahasızlıqdan daha çox əziyyət çəkirlər. Onlar pis qidalanırlar. Bu askarbin turşusu onun bu prosesin gedişinə müsbət təsir göstərir. Bir də mən bir balaca Helixor haqqında da danışmaq istərdim. Helixor öksəyotu preparatı bizim bioloji təbabətdə geniş istifadə olunan preparatlardan biridir. Papilloma virusun xroniki iltihabı xəstəliklərin müalicəsində, viral infeksiyalarda, o cümlədən uşaqlıq boyunun demək, xərçəng günü xəstəliklərin müalicəsində geniş istifadə olunur. O, immunmodulyator xüsusiyyəti ilə malik olan bir preparatdır. İltihab əleyhinə, virus əleyhi, hətta onun başqa təsirləri var. Diabet əleyhi, şiş əleyhi, proliferasiya əleyhi, metastaz əleyhi, qanın reoloji xüsusiyyətlərinə müsbət təsir göstərir. Papillomalarda çelik şişalarının problemlərində geniş istifadə olunur. A və M növləri daha çox istifadə olunur. Allergiyalı xəstələrdə, autoimmun xəstəlikdə A forması istifadə olunur. Göründüyü kimi klassik və dəstəkləyici skem istifadə olunur. Tədricən artan dozalar 1 mg, 5 mg, 10 mg, 20 mg, 30 mg dozalarda istifadə olunur. Tədricən artan dozalarda sonradan 14 günlük terapevtik fasilə verib sonra təzədən təyin olunur.
uzun müddət təyin edə bilərik. Bunun üçün çox maraqlı bir tədqiqat üsulu vardır. Tədqiqat vardır ki, 2018-ci ildə təqdim olmuş bir tədqiqat var ki, düzdür, tək bir case reporting prinsipinə əsaslanan bir xəstə üzərində tədqiqat aparılmışdır və orada hətta 0-cı mərhələdə olan, yəni karsinoma in situ mərhələsində olan xəstəliyin, uşaqlıq boynu xərçənginin geri dönüşü halı müəyyən edilmişdir. Hansı ki, xəstə özü imtina eləmişdir ki, mən ekstirpasiya əməliyyatına getmirəm, məni müalicə edin və ameloterapiya ilə çox 36 ay müddətində uzun müddətli bir müalicə apararaq tam geri dönüşü əldə ediblər. Mən də öz praktikamda, düzdür, bu da yenə case reporting prinsipinə əsaslanan bir neçə misal göstərmək istədim. Bir servikal intraepitelial neoplaziya 1, 2 və 3-dən hərəsindən bir nümunə götürmüşəm. Pasient müraciət eləmişdi bizə, 30 yaşında. Deməli, o ilk cinsi əlaqə 21 yaşında olubdur, bir cinsi partnyor olub, HPV-16 pozitivdir, yüksək onkogen ştam müsbətdir, doğuş 2 doğuşu olub, bir abortu olubdur, PAP yaxma götürülüb, 2023-cü ildə PAP yaxma normal olsa da, 2024-cü ildə götürülən PAP yaxmada L-sil aşağı skvamoz epitel dəyişiklikləri aşkar olunubdur, amma bu biopsiya. Bəzən çox təəssüflər olsun ki, Bethesda təsnifatı ilə qoyulan diaqnozla cinləri səhv salırlar. Servikal intraepitelial neoplaziya, yəni cin 1 biopsiyanın nəticəsində əldə olunan nəticədir. Yəni bu son diaqnoz qoymağa, müalicə taktikasını seçməyə imkan verir. Amma L-sil sitoloji diaqnozdur. Sitoloji diaqnozla histoloji diaqnozu səhv salmaq lazım deyil. Xəstə heç bir hormonal kontraseptiv qəbul etmir. Kolposkopiya olunub, deməli, transformasiya zonası 2 aşkar olunubdur, biopsiya da cin 1. Və xəstəyə deməli omeloterapiya aparılıbdır. Omeloterapiya tək omeloterapiya aparılıb. Omeloterapiyadan sonra nəticə müsbətdir. Göründüyü kimi PAP yaxma da müsbətdir, nəticə verib NILM. Yəni heç bir patologiya aşkar olunmayıbdır və demək kolposkopik görüntülər də normaldır. İkinci hal, demək, ikinci xəstə, deməli, yenə 23 yaşından cinsi əlaqədədir, 37 yaşı olan bir pasiyentdir, 2 doğuşu, 2 abortu olubdur. PAP yaxmada askus aşkar olunub və bu pasiyent bir kolposkopik müayinəyə cəlb olunub, ta ki L-Hysil, yəni yüksək dəyişikliklər, deməli, uşaqlı boyunda çox qatlı yastepdən yüksək dəyişiklik aşkar olundu. Ona görə biopsiya tövsiyə olundu. Biopsiya da gəldi, çıxdı cin 2. Servikal intraepitelial neoplaziya 2, yəni orta ağır displaziya deyək də. Əlbəttə, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə görə və Amerika kolposkopiya və uşaqlı boynu cəmiyyətinin, patologiyaları cəmiyyətinin verdiyi tövsiyələrə görə belə pasiyentlərdə lip eləyirlər, yəni uşaqlı boynu kəsik aparırlar. Sonradan omeloterapiya təyin edirik və omeloterapiyadan sonra qısa bir müddətdə müsbət nəticə əldə edilib. Göründüyü kimi kolposkopik görüntülər yaxşı, PAP yaxma görüntüləri norma daxilindədir. Üçüncü klinik hal, pasiyent 25 yaşı var, 18 yaşından cinsi əlaqədədir. Pasiyentdə HPV-16 aşkar olunmuşdur. Demək və bu pasiyentdə PAP yaxma nəticəsində Hysil aşkar olunub, ona görə biopsiya olundu. Biopsiyada cin 3. Bu daha çox xərçəngə yaxındır. Bütün görüntülər, kolposkopik görüntülərdə də problem var. Açıqda ağ sahə var və biopsiya nəticəsi də yaxşı, ağır displaziya gəldi. Və biz bu pasiyenti yenə tövsiyələrə görə konizasiya elədik. Uşaqlı boynu konizasiya aparıldı və omeloterapiya aldı. Omeloterapiyadan sonra 6 ay sonra görüntülər normal, PAP yaxınma görüntüləri norma daxilindədir. Və bütün bunlar bir daha sübut edir ki, biotənzimləyici preparatlar sağalma prosesini, orqanizm özünü necə sağaltmaq istəyirsə, o cür həyata keçirməyə çalışır. Xəstəliyin bədəndən xaric olması üçün çıxış qapılarını açır. Diqqətinizə görə minnətdaram.